Ve yine işinin adamı bizimle birliktedir. Saday Alverziyev. O, Azərbaycanda yeteri qədər idarəçilik və marketinq üzrə tanınmış ekspertlərdəndir və Bravotek şirkətinin də direktorudur. Saday, xoş gəldiniz. Xoş gördük Kamran bəy. Salamlayıram sizi və dəyərli dinləyicilərimizi. Necəsiz? Əla. Siz necəsiz? Əla, super. Hələ belə yaxşı olmamışdım. İdarəçilik və marketinq mövzuları. Və bu sahədə yeteri qədər podkastlarınız da maraqlıdır, qəşəngdir. Sarvanla dolan var, sarvansız dolan var. Onu da salamlayırıq. Qəşəng kitablar ha. Hər yerdə vardı. Öz olmayan yerdə də adı var yəni. Ay, Sağ olun. sağ ol. Və salamlayırıq, inşallah onu da dəvət edəcəyik. Saray, belə deyim də, o qaynar işıq var, Bəli. sos işarəsi. Aha. İdarəçilikdə hansı mövzularda yanır o Azərbaycanda? Müdür kimi danış. Özümdən nümunə versəm, biraz təvazödən kənara çıxacaq. Ona görə mən ümumi bazardan danışım sizin üçün. Çünki mən özümdə bir vərdiş eləmişəm də, yəni. Bu biznes elə bir şeydir ki, yəni qərar vericisinizsə qurban da sizdən getməlidir. Biznesdən deyil, şəxslərdən deyil, staffdan yox, işçidən yox, sizdən getməlidir. Zaman da sizdən getməlidir, qərar da sizdən getməlidir. Çünki fədakar olmalısınız da rəhbərsinizsə. Bir də ədalətli olmalısınız. Başa düşməlisiniz. Bu yəni bu əslində yazılmayan qanundur, amma heç kim icra eləmir. Dərd orasıdır. O sos işığı uzun illərdir yanırdı. Hal-hazırda indi biz onu öz çevrəmizdəki rəhbər şəxslərini onu söndürməyə və işığını azaltmağa çalışırıq. Sos harda yaranır? Ən çox bu əməkdaşlara verilən dəyər, daha çox verilməyən dəyərdən gedir, yəni belə deyək. Son dönəmlər və yaxud da bəzi bizneslər var ki, orada insanlar 5 ildən çox çalışmağa meyillidirlər və orada xoşbəxtdirlər. Hansı ki, o bizneslərin krizis dönəmində belə oradan çıxmırlar. Yəni başqa bir mənəvi hava var yəni. Bu çox az yerdə var. Çünki onlar başa düşürlər ki, onlara orada maddiyyatla paralel dəyər də verilir. Pul elə bir şeydir ki, bugün tapılacaq. Siz yerinizi dəyişsəz gedib başqa yerdə tapacaqsınız o pulu, o ruzunu. Çünki tapılan şeydir. Əgər peşəkarsınızsa, qabiliyyətləriniz sizi təmin edirsə və özünüzü inkişaf elətdirmisinizsə, amma belə özünüzü rahat hiss edəcəyiniz, axşam 6 olmamış çıxan yoldaşlar var. Bax onlar həmin o hissdən əslində qaçırlar. Bilirsiniz 59 hamı qapıda olur. Bəzi insanlar isə 6-dan sonraya qədər qalır. Başa düşür ki, yəni bu bir prosesin tərkibindəki insanlardır. Orada nəsə öyrənir, nəsə verir və əvəzində o şeyi alırlar. Təəssüf ki, sos işığı burada yaranır. Ən böyük sosumuz budur. Yəni məncə də elə problem burdadır. Qalan hər şey onsuz da gedir. Çünki əməkdaş da Hər yol necə düşüb görürsən? Hər yolunu, yəni biraz humanist olmalıyıq, biraz tolerant olmalıyıq, biraz peşəkarlaşmalıyıq. Söhbət bu idarə heyəti və borc səviyyəsində şəxslərdən gedir. Yəni sadəcə işini bilmək yetərli deyil əslində. Həm də empati hissiniz olmalıdır. Qərar vermə qabiliyyətiniz, risk alma qabiliyyətiniz, qarşıdakının əslində necə biri olduğunu, hansı stres keçirdiyini, empati məsələsi var ha, yəni. Çünki biz meyilliyik insanları işlətməyə, birlikdə işləməyə meyilli deyilik. Problem budur. Əslində biz birlikdə işləməyə meyilli olsaq, yanımızdakının səhvini düzəltsək, ona öyrətsək, komanda ruhu zəifdir, bizdə. Solo. Solo, hamı solodur və bir-birimizi bir növ belə müşahidə mövqeyində baxırıq. Problem budur. İdarə etmənin ən böyük çətinliyi budur. İndi mən biraz Niyə belədir? Dədələrdən belə görmüşük. Yox, əslində dədələrdən belə görməmişik. Problem odur ki, biz ümumiyyətlə görməmişik. Başa düşürsüz? Kimsə bizə öyrətmiş olsaydı, biz əslində belə eləməyəcəyik. Ailədə necə olur? Məsələn, genetikadan və Ay sıra çox pis bir dənə qəribə sözü çox pis etapa keçdiyi fikir ver. Aha. Mənə elə gəlir ki, o deyir, başına gələn başmaqçı olar. Okay. Məncə axırıncı nəsil başmaqçılar bizdərik. Bizdən sonra gələn bütün başmaqçılar keyfdədir. Real gözlərin qabağında real кейslər var, nümunələr var. Hə, əslində çox ağlamalı mövzudur. Bir də bizi daşqalaq edə bilərlər. Biz necədir? Yeni generation və yaxud da belə deyək də dövr elə bir dövrdür ki, hamı rahatdır. Və hamı fikir olaraq rahatdır. Fikirləşirlər ki, hər şeyi əldə etmək çox rahat olacaq. Amma reallığı çətinə düşdükcə başa düşürlər. Yəni bu çətinlik bəlkə başa düşmə deyə bir ifadəmiz var bizim. Və yaxud da dəmiri döyərlər, dəmir sərtləşər məsələsi. Bax biz o keşli dönəmləri yaşamaq son 90-lar, işte 95-ci ilə qədər, götürək elə 96-cı illərə qədər. Bax o periodu keçmişik deyə bir keçid dövrü yaşamışıq da.
İndiki dövrdə keşməkeş yoxdur əslində, yəni. Bayağı bildiyin daha cool problemlərimiz var, yəni nə bilim, Antarktidada buz əriyir, zətlə belə şeylər var, hansı ki bizi narahat eləmir. Burada Məni iqtisadi çox pis böhran, narahat edir. Elə əyləş kamera görürsən sən. Aa, Aha. tamam, Evet. bağışlayın. Aha. Deməli sən Antarktidadakı problem narahat eləmir. Yəni o mənə narahat edənə qədər xeyli zaman var, yəni. Mən bu dəqiqəki sosial problemlərim daha fərqlidir. Bu dəqiqə əvvəlcə işsizlik problemimiz ola bilər, işlərdə loyallıq və daimilik problemləri var və yaxud da bilirsiniz necədir? Məsələn, çox öz problemsiz belə deyim də, nümunə kimi öz yaxınlarımı deyə bilərəm. Adamlara iş tapırsınız, ilk işdəki məsələn bizim dövrlərdə 10 il əvvəl alacağımız maaş, ilk karyera günündə başlayacağımız maaş, məsəl üçün deyirəm, 150 manat idisə, bu gün insanlar həmin pul qazanmaq niyyətindədirlər. Uzun müddətli bir şeylər istəmirik. Hər şeyi hər an əldə etmək istəyirik. Və bu zamanın və dövrün bizə aşıladığı mənfiliklərdir əslində. Biz bugünün problemlərini həll etmək istəyirik daha çox. Təbii ki. Və ondan əlavə səbr eləmək istəmirik. İstəyirik ki, hər şey hər an əlimizdə olsun. Bu dəqiqə olsun. Səbrin konkret bir termini səncə neçə müddət? Məsələn, mən indi əziyyət çəkirəm. Bilirəm ki, bu 1 aya, 3 aya, 1 ilə nə vaxtda normal statistik göstərici ilə bəhrəsini verə bilirsiniz? Valla bu qəliz sualdır. Gərək psixoloqlar falan canlı belə izah eləsin, bioloji bir proses olar. Amma mən belə deyə bilərəm də, bu səbirlə uğur belə paralel anlayışlı deyə düşünürəm. Uğur elə bir şeydir ki, gözləmirsən də onu. Yəni bir gözləmirsən. Məsələn, bu maraton yarışında adam çıxır, qaçır. Yəni bəlli bir yerdən sonra zamanı itirir, saatı itirir, yolu itirir, amma qaçmağı dayandırmır. Çünki o başa düşür ki, o finişə gedib çatmalıdır. Səbir də belə bir şeydir, zamansızdır. Yəni uğur da zaman. Oturursan, gözləyirsən, amma boş gözləmirsən. Yəni biz başa düşməliyik ki, həyat davam edir və bu davam etdiyi müddətcə hər şey dəyişir. Oyunlar dəyişir, oyunun qanunları dəyişir. Sizdə dayanmadan özünüzü inkişaf elətdirir və hərəkətdə olmalısınız. Bax bu səbir burada yaranır ki, necə eləyim dayanmayım, necə eləyim işləyim, necə eləyim oxuyum. Necə eləyəsən? Bax öz uğursuzluğundan danış. Mən bilirəm ki, sən yenə həqiqətən zəhmətlərdən gəlmiş bir insansan. Yəni. Bax o uğursuzluq, dibə düşmə, pulsuzluq və s. olmamışım. İnanmıram olmasın. Yəni olub. Mütləq ki olub. Orada necə çıxmısan? Bizim Orxan var, fotoxalçı var. Deyir, mən dayanmadan gəzirdim ki, qan dövran eləsin, beyin işləsin. Dayanmadan gəzirmiş. Maraqlıdır. Əslində stresi atmaq və yaxud da sağlam düşünə bilmək üçün. Bu elə bir faktdır ki, burada çevrə və ailə də vacib rol oynayır. Təbii ki, bizim də pulsuz dönəmlərimiz olur. Olacaq, nə bilim, həyatdır da, yəni sürprizlər olur. Hələ biznesdaysa. Yəni tək başına bəzi şeylər mübarizə aparmaq çətindir. Bu tək başına o qədər iradəli və güclü olmalısınız ki, bütün bu çətinliklərə öhdə gələsiniz. Yəni burada dostlarınız, ailəniz, sevdikləriniz sizə bir dəstək olmalıdır və yaxud da o çalışdığınız yer haradısa. Bayaq danışdığımız məsələ bəzən hər şey pul deyil və yaxud da bəzən hər şey efor sərf edib geri dönüşünü almırsınız. Başa düşməlisiniz ki, nə zamansa alacaqsınız. Bu şuur əslində sizə oturanda bir də mənəvi baxmaq lazımdır məsələyə. Biz bir həyat yaşayırıq və bu həyatın bir necə deyim, verməlisiniz ki, almalısınız da. Kimsə bizi həyata göndərəndə demir ki, lay lom olacaq. Yəni gedəcəksiniz, hər şey həll olacaq. Yəni bu psixoloji faktor da bizi biraz motivasiyada saxlamalıdır ki, yəni yoxdursa qismətdir də, yəni. Yəni bu insan məni bu yaratmayıb ki, insan kimdirsə mənim pulumu əlimdən alsın. Bir prosesin içindəyik və bu proses bizi nə vaxtsa xoşbəxt edəcək. Bu mənəvi biraz hazırlıq olmalıdır. Amma dayanmamalıyıq. Və təbii ki, insan faktorudur. Bir yerdə benzinimiz azalır, bir yerdə gücümüz qutarır. Ailəmiz, ən vacib faktor ailəmizdir. Bugün insanlar niyə depressivdir, niyə xoşbəxt deyirlər? Çünki çöldə və yaxud da o doğma məkanın çölündə, sərhəddinin kənarında da o depressiyasını azaldıracaq heç nə yoxdur. Depressiya naborot düşən tərəfidir. Evə gələndə o təmizlənməlidir. Ailənin dəstəyi, sevdiyin dəstəyi, yaxınların dəstəyi ki, yaxşı olacaq. Və bu inam hissidir, yəni başa düşürsünüz. Sizinlə eyni ruha sahib, sizinlə eyni düşüncəyə sahib insanlar olmalı çevrəmizdə. Mən şanslıyam ki, ailəm, yaxınlarım həmişə belə olur. Doğrudan şanslısın. Yəni əsəbləşib işdən çıxdığım dəfələrlə olub. Fikirləşməmişəm və düşünmüşəm ki, çalışıb tapacam. Ona görə də o məni heç yerə bağlı saxlamayıb. Bu yaxşı hal deyil, məsləhət də deyil, eləməyin. Yəni mənim də biraz emosiyalar zamanında. Bir cəmaatı işi saxlayın. Ay, eləməyin şeylər. Yəni siz bizə baxın. Sonra sənə yazsınlar. Nə oldu ay Səday? İndi mənə iş tap. Tapacaqdı və ya bu nümunə götürməyin, amma məsələn mən o hallarda açıq evə gələndə kimsə mənə demir ki, niyə elə elədin? Ay vaxt öldü acından qal öləcək, pul yox məsələn. Yaxınlarımız Səncə işdən niyə çıxırdın? Elə işdən çıxan hələ bir adam görməmişəm ki, desin günah məndə idi. Mən çətin adamam. Hamı deyir ki, filan kəs pis idi. Ay mən də elə desin, elə deməyəcəm.
yox, mən rəhbərlərim yaxşı olublar. Bu dəqiqə hamısı ilə dostluq Mən münasibətim pis qalıb. olmuşam, hə? Hə, mən pis olmuşam. Mən biraz Məsələn. gənc olmuşam, emosional olmuşam. Ha, bu emosiya hamının evini yıxır. Ha, yəni gənclikdir məsələ, problem. Rəhbərlərim yaxşı idi. Yəni birinci gündən bəzi bir-iki də istisna var. Onlara salam deyirəm buradan. Bizim çox dinamik bu dəqiqə izləyicilərimiz var. Biri yazıb ki, qərbi izləyici var. Yazır ki, boşananda da elə deyirlər. Ya narkomandır ya da bilmirəm. Yox, pislər. Mən Düz deyir. düz deyirlər əslində. Mən biraz zamanında çox emosional davrandım. Gənc idim, çılğın idim və fikirləşirdim ki, həyat qabaqdadır. 24, 25, 23 yaşımda belə çox Məsələn, nə deyəndə xətir o dəyirdi? xətrim heç nə dəymirdi. Sadəcə Durduq yerdə. Durduq yerdə. Getdi. Bir də gözün yərəm. Hər səsli yazır çıxırsa da. Yəni bir-iki dəfə elə şey oldu. Yaxın. Sən bütün o emosional balansı doldurmusan deyə indi belə. Hə, yönləri deyil. O dövrlər də elə deyil. Və indi ilə əməkdaşın var. Hə, mən onlar tarazlayıram. Cəza bilməm. Deyirəm getdincə gələrsən. Hə. Var belə bir кейsimiz də olub. Dəyərli burada bir dostumuz var və mən bəlkə rəhbərimdir. Onlar da elə oldu. Allah bir belə siz gözlənti məsələn etki tepki var. Türklər aynalama deyir. Bəzi yerdə pul, bəzi nə bilim, mən söz verdiniz eləmədiniz, belə şeylər var. Onlar deyir ki, getdincə gələrsən. Mən onu başa düşmürdüm. Əslində onlar da mənə məsləhət görürdülər. Elə bilirlər ki, 26 yaşında insan, yaxud da 26-ya qədər insan tam oturuşmur əslində real həyatda. Fikirləşir ki, istədiyini tapacaq, istədiyini eləyəcək məsələn. Orada biraz idarəçinin və sənin subordinasiyada adamların üzərinə biraz şey düşür ki, səni biraz tənzimləsinlər. Tələsmə. Yəni belə bir şey. Orada sağ olsunlar, mənə bir-iki dəfə deyirlər ki, getdincəl gələrsən, amma mən ikna olmamışam. Amma mən bu dəqiqə getdim amma dincəlmədim, qayıtdım. Görək indi bizim dinləyicimiz nə deyəcək. Alo. Hər vaxtınız xeyir. Dincəlib zəng eləmisiniz deyir. Nəylə? Aha. Aha. Deyin gəz. Aha. Gündə neçə? Bir dəqiqə. Hə, deyin. Biraz telefon yaxın tutardı zəhmət olur. Dollar reklam qoymaq lazım. Brendin güclənməsi dediniz. Brendin sağlamlaşması deyək, belə götürsək, bu çox faktordur əslində. Qəşəng sualdır. Biraz ümumi sualdır, çox danışmaq olar bunun haqqında. Amma ən vacib məsələ bilirsiniz nədir? Bu dəqiqə trendlər dəyişir də. Daha əvvəlki dövrdə deyərdik ki, satış artsın, loyallıq proqramları qurun və insanlar gəlsin, alsın. O loyallıq strategiyası ilə, brendin KSM layihələri ilə. Loyallıq proqramı deyəndə nəyi nəzərdə tutursunuz? Market olmalı. Bax müəllim, bu əlinizdəki qəşəng, nə deyək var? Tişört deyək də qısacası, bizim dildə onun tərcüməsini tapa bilərsiniz. Kofta. Bunu aldığınız yerə sadiqsiniz? Yox, mən buna pul verən oxşuyuram. Sadiq olduğunuz bir mağaza, brend, nəsə var? Yox. Əlam, mənim adamsınız. Yəni harda olursa, harda yaxşı, harda keyfiyyətli oraya gedirsiniz. Yox, harda üzərimə gələn varsa, ona gedirəm. Sən təsəvvür eləməzsən, elə bir mötəbər tədbirdə, canlı efirdə mən belə sahil metrosunun yanından keçirdim. Bir dənə orada metro yanında var idi. Endirim yoxsa bağlanırıq, nəsə belə bir format. Bir dənə qəşəng belə də köynək xoşuma gəldi. 5 manat qiyməti var idi. Qəşəng. Və mən o 5 manatdı, bu sarışqa deyək də, okey, hamı tam başa düşdü. Sonra köynək marka məsələsi səslər baxıb. Və sonra mənə həmin o şirkət ən bahalı və dəyib Emporium'da 5000 manatlı kostyum almışdılar. Ki aparıcı müəllim səhnəyə çıxır. Əlimdə 5000'lik kostyum, sarışqa 5 manat idi. Baxam sən nə deyirdi belə. Oy, nə gözəl. Hər halda bu da bir köynək deyirlər. Çok qəribə bir təzad var. İndi o barədə şükürlüyəm. Amma adam var, 20 minlik kostyum gəzdirir, 20 min manatlıq kişi. Tanıyır o iş adamlarını. Kostyum elə bil ki, nə bilim, xaricdən bir dostu göndər ki, qardaş, mən bunu geyinmirəm, alasan ki.
Amma qalırsan belə. Yəni o şeydir, imic yaxşı şeydir, amma o imic gərək adama da yaraşsın axı, gərək o da var. Bizim efirimizə bizə nə yaraşır? Nə yaraşır? Reklam? Reklamlar. Sağ olsun. Dəyərli dostlar, hörmətli xanımlar və cənablar, efirimiz davam edir. İşin adamını həm izləyirsiniz, həm də ki dinləyirsiniz. Çox dəyərli işin adamı Saday Əlverdiyev bizimlə birlikdədir. Soyadın yadımdan çıxır Saday. Danış. Narahat olmayın. Yəni mənim adım və soyadım sağ olsun nənəm və babam. Onlar sayəsində adımı hələ 2 ayla deyə bilən çox az adam var. Ona görə soyadım. Necə yəni? Bir ayla deyirlər. Ay Səday, Sədəy, hər kəs necə bacarır elə deyir. Amma Səndə də var o travma. Yəni travma artıq şey əyləncəyə çevrilir. Mən bizim şirkətdə yaşayıram o travmanı. Həqiqi? Ha, bizim şirkətin adı, yox, şirkətimiz Kənaz daxı. Hə, Kənaz. Qardaş, bu Kənazı Canaz heç kimə deyirlərmi? dedirə bilmirik. Hamı Canaz deyir. Biri Canazə deyir, biri Canaz deyir. İndi məcburam mən belə deyim də, mənim belimi yerə vurublar. Görüşəndə 2 saat heç kimə demirəm Kənaz. Birbaşa mən də Canaz deyirəm. Canaz. Amma gəl istəyirəm şirkətin adı dəyişim. Onu bazarda tanınır. Yaxşı deməli, bu da bir növ PR-dır. Nə Bizim bu bilim. yoldaşın sualına cavab vermədik. Hansı? Markanın güclənməsi, brendin güclənməsi məsələsi. Hələ cavab verməmisən. Ay yox, ara qarışdı. Brendin güclənməsi məsələsi bilirsiniz nədir? Brend necə güclənir? Loyallıq qazandıqca, sədaqət qazandıqca deyək, Hə. tanındıqca 2 və satışı artırır 3. Zaten birinci, ikincisi olsa üçüncüsü avtomatik gələcək. Bunun da öz yolları var. Yəni brend insanların dövrümüzü deyim, bugünün 2024-25-i deyək də. Dövr o dövrdür ki, artıq siz insanlarla bir növ mənəvi bir münasibətdə olmalısınız. İnsanlar sadəcə mal almır bu dəqiqə, həm münasibət alır. Satışdan öncə, satışdan sonra daimi bir prosesdir. Siz bu daimi prosesi qura bilsəz, yəni əmin olun ki, brendin yəni gücünə güc qatacaqsınız və başqa bir şey olmayacaq. Dövr satış dövrü deyil, dövr münasibət dövrüdür. Hətta bunu people to people deyirlər. Yəni artıq hər kəs biznesi bir fərd kimi yanaşır. Yəni məsələn X brend, bayaq dediyim boşuna soruşmadım, köynək məsələsi. 3 dəfə oradan alış-veriş elədiniz, istədiyiniz aldınız, qiymət uyğundur, keyfiyyət uyğundursa siz artıq ondan dostsunuz. Bax bu münasibətə gəlməliyik. Aydındır, aydındır. Deyəm belə aldım. Bacardım. Yox, səndə alınır. Alınır, çox sağ ol. Yaxşı biraz da sənin şirkətindən danış. Heç şirkətdən danışmır. Danışaq. Deməli, bizim iş IT sahədir. Bravo Technologies. Özümüz bir şirkətlər qrupunun tərkibindəyik. AQA şirkətlər qrupudur. Təxmini 12 ildən çox, 14 ilə yaxındır biz IT sektorda fəaliyyət göstəririk və IT üzərində demək olar hər işi görürük və yaxşı iş görürük. Təbii ki, o nə oldu eləyərik məntiqi deyil. Bacardığımız şeylərin hamısını yaxşı şəkildə edirik. Əsas internet providerıyıq. 5 böyük plazamız var, özümüzə məxsus olan, bilinir zaten. Bundan əlavə bu plazalardan başlayaraq günlük IT işlərindən, helpdeskdən, ağıllı ev sistemlərindən, giriş-çıxış sistemi, video müşahidə, təhlükəsizlik, ağlınıza nə gəlirsə, hər hansı bir yeni layihələr olanda da qaz sızma ilə bağlı var. Qaz sızma? Qaz sızmanın belə xidmətimiz yoxdur, amma yaxınlaşıb yandıranla yoxlaya bilirik. Valla bax, sən belə bu xarakterinə görə sən müştərilərin təkcə dostlarıdır. Yox, sağ olsunlar, işlərimiz yox. Qaz sızma detektorun qoya bilərik ki, o siqnal versin. Mən nə deyirəm? Demirəm ki, cəmaatın demirəm ki, qazını sızdır. Sualı qaz sızma necə mübarizə? Böyle yandırıb yoxlayır. Mən pis aparacağım, hə? Mən pis aparacağım, hə? Mən danışa bilmirəm, mən sual verə bilmirəm. Alınır. Necə deyəcək? Dəyərli bizim komanda bu gündən etibar ilk qonağımız oldu tarixdə. Blacklistimizə düşdü hal-hazırda. Kəş bunu eşitmədim. Nəysə, efirimizin bitməyinə bir 10 dəqiqə var, yox. Mən bu vaxtı mahnı ilə dolduraram. Dəyərli dostlar, 2 dəqiqə belə qədər işin adamı olan Saday bizimlə birlikdə. Qaralama kampaniyası. Qaralama kampaniyası başladı və okey. Bu qaz sızma detektor olur, hə? Bəli. Onun xüsusi detektorları var. Qaz sızmada artıq siz onu hiss edirsiniz və gəlib aradan qaldırırsınız. Bu əslində bunu önləmə prosesi var. Neçə olur bu təxminən? Mənim bu dəyişən bir şeylərdir. Brenddən görə dəyişir. Mən bilən bahalı olur da, yəni o mənada. Yəni dövlətin gətirib qoyduğu detektorlar var. Görmüsünüz də yəqin. Çox sadədir yəni. 30-40 manata, 50 manata qədər bunların qiyməti. Lap olsun 200-300 manat. Yəni də. Yəni bu ən azı 5-10 minlik bir məsələ deyil. Bir çətinlik var gəlsən. Ehtiyac var? Yox. Bax, bu yaxınlarda bu qaz sızmadan dünyasını dəyişən insanlar çoxdur. Partlayışı demirəm ha. Birbaşa qaz sızıb və elə partlayışın özü də həmçinin və ya qeyri-partlayış bu əməlli başlı nədir qardaş? Bu əsasən dəm qazı məsələsidir deməli. Yəni dəm qazı bu dəqiqə dövlətin də bizə bu dəqiqə o evimizdəki əsas o bizim dildə necə deyirlər axı yandıran deyək də o isidicilərin. O isidicilərin evin içindən çölə çıxarılması vacibatı yaranıb da. Məsələn kombi dediyimiz ümumi qazanxana isidiciləri onlar zaten çöldə olur və ayrı yerdə olur.
Bir də daha əvvəldən o Baklar dəqiqəlik deyirsən. baklar deyək və yaxud da 2 minutka deyirlər indi De bizim də dildə. rahat Məsələn, ol. mən nə bilim bu dildə nədir. Onun o biri variantı mən bilmirəm. Gözləyirəm sən deyəsən ki, lim şeysən sənin Tapa boynu bilirəm. var da. Deməyim mən dedim. Dedim. Qaralamanı O laf təşkil dedi mən neyim? Yəni o onları çölə çıxartmalı. Dəm qazanlar əslində böyük əksəriyyət boğulmalar var bu dəqiqə. Yəni yoxsa evin içərisində arasından qaz çıxa bilər. Çünki o borular çəkildiyi zaman 100 dəfə yoxlanılır. Yəni və o da yəni elə bir kənar faktor yarada bilmir. Adi qazı hiss edirsiniz, gedib bağlaya bilərsiniz. Amma dəm qazını hiss eləmirsiniz belə. Problem odur. Bu yaxınlarda bizim başımıza gəlib bir yaxınlarda. Təhlükəlidir. Allah qorusun. Ümumiyyətlə bu məsələ ilə bağlı təhlükənin qarşısını almaq ilə bağlı çox elə bir ki, bu ağıllı evlər və s. bu smart sahə, bu texnoloji sahə yalnız ona görədir ki, sən nə etməlisən? Sən getməlisən, nə bilim pərdən açılsın, işıq yanmalı. Bu biraz okey də, komfortdur. Amma bir də məncə daha çox həyati risk daşıyan mövzulara diqqət etmelisən. Burada təhlükəsizlik normativləri var və avadanlıqlar var hansı ki, məsələn uşaqlara fokuslu və yaxud da qaz və yanacaq, belə deyək də təhlükəli evimizdəki o alətlər deyək, avadanlıqlar deyək. Onlarla rəftar üçün bloklayan, istifadəsini biraz çətinləşdirən, daha smart şəkildə uzaqdan idarə edilə bilən sistemlər var. Və təbii ki, onun detektorları var, sensorları var, hansı ki bu qaz təhlükəsidir, nə bilim rütubətdir, tüstüdür. Bunlar hamısı məsafədən kontrol edə bilirsiniz. Yəni onlar düzələn şeylərdir. Okay. Saray, sonda nə demək istəyirsən? Eşitmək istədiyin sual hansı idi? Maarifləndirmək istədiyin məlumat. Eşitmək əslində sizinlə danışmaq xoşdur, Canan bəy. Ümid edirəm dinləyicilərimiz də yəni zamanlarının yaxşı keçdiyini düşünürlər. Ən azı buna ümid edirəm. Cəmaatın boynuna qoy. Ümid edirəm. Yəni yaxşı ki varsınız. Biz də sizin sayənizdə burada sizi dinlədirik. Yəni öz səsimizi. Təşəkkür edirəm. Xoş oldu deyə düşünürəm. Davamlı olsun. Çox sağ ol və uğurlarımız birlikdə olsun. İnşallah sizin şirkət sənin rəhbərliyin altında və rəhbərlik etdiyin şirkət o qədər belə böyüsün ki. Amin, amin. Mən sənə gecə 12-də 1-də sadəcə mesaj yazdım ki, ay Səda, təzə layihəmiz var, göndər 5000-i. Sən də deyərsən ki, 3000-də artıq göndərəm, lazımınız olar, eybi yox. Mən də sonra o 3000-i də 5000 əvəzi 2 qat sənə reklam edeyim ki, ayıqdır da borclu qalmayaq. Belə. Ən sevdiyim söhbətlər. Baba bu real söhbətlərdir. 3 ver, 5 al, 2 ver. Konkret yəni. Amin deyirəm buna. Bunun üçün də hörmətli debitorlarımız pullarımızı ödəyirsin. Valla mən alsam vaxtında pulu heç nə axsar. Versinlər bizə xərcləyək. Təşəkkür edirəm. Təşəkkür. Saday bizimlə birlikdə idi. Yeganə insanam ki, onun adını düz deyə bilirəm, amma soyadında biraz deyən Əlverdiyev. Saday Əlverdiyev. Ulu babamızdır. Təşəkkür edirəm. Allah ölənlər rəhmət eləsin, qalanlar can sağlığı versin. Gözəl var-ruhiyyə ilə biz dəyərli dostumuzla həftəmizi yekunlaşdırırıq və inşallah nə edək dostlar, nə edək? Gələn həftə Allahın izni ilə yenidən eşidilək, dinlənilək. Mən Kamran Yaradan Quliyevin təqdimatında nuş olsun. Sabahdan isə Ramazan başlayır. Nəfsimizi idarə etməyi inşallah ki, Allah hər birdə nəsib etsin. Görüşərik. Sağ ol, Saray. Təşəkkürlər.